İlk öncə özümə və sizlərə uca və əzəmətli olan Allahdan qorxmağı tövsiyə edirəm. Kim Allah və Rəsuluna iman edib, təsdiq edibsə, diqqətlə qulaq asıb və dediyim sözlərə diqqət yetirib özünü sorğu-suala çəksin. Kim xeyrə nail olmaq istəyirsə, diqqətlə qulaq asın. Müslimdə keçən bir hadisdə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur. Kim dünyadayken bir qulun, bir müsəlmanın eybini örtərsə, Allah Əzzə və Cəllə də qiyamət günü onun eybini örtər. Digər bir hədisdə isə belə deyilir. Zəndən çəkinin. Zən ta yalanın özüdür. Bir-birinizi güdməyin. Bir-birinizin özəl şeylərini araşdırmayın. Bir-birinizin söhbətlərinə qulaq verməyin. Bir-birinizə kin saxlamayın. Qardaş olun. Digər bir hədisdə isə belə buyurulur. Əgər ki bir kimsə, kiminsə gizliliyini araşdırarsa, Allah Əzə və Cəllə evinin içində belə olsa o insan, onun eybini açığa çıxardıb insanlar içində rüsva edər. Allah Əzə və Cəllə eşidib faydalı edənlərdən etsin. Allah Əzə və Cəllə bizim günahlarımızı bağışlayıb, əfv etsin. Allahümə əmin.